Salam, hər vaxtınız xeyir uşaqlar. Gəlin bu gün sifətin müqayisə dərəcələrinə aid olan sualın izahına baxaq. Amma ilk öncə gəlin sifətin müqayisə dərəcələrini yadımıza salaq. Biz bilirik ki, sifətin özünə məxsus xüsusiyyətlərindən biri də dərəcə bildirməsidir. Əşyanın əlaməti 3 dərəcədə ola bilər. Normal, normadan az və normadan çox. Sifətin adi dərəcəsi əlamətin normada olduğunu bildirir. Məsələn, şirin, qara, yaşıl, sarı və s. Sifətin azaltma dərəcəsi əlamətin normadan az olduğunu bildirir. Məsələn, sifətin dərəcəsi formada dəyişir. Bunu da deyim. Uzun sov, sarışın, ağımtıraq, sarımtıl, göyümtül və s. Daha sonra sifətin çoxaltma dərəcəsi əlamətin normadan çox olduğunu bildirir. Sifətin ilk hecasının son samitinin m, p, r, s samitlərindən biri ilə əvəz olunması və sifətin ona qoşulması ilə yaranır. Həm də onu da deyim ki, çoxaltma dərəcəsi adi dərəcədə olan sifətlərin sonuna ca, yəni ca üstü 2 şəkilçisini artırmaqla da düzəlir. Məsələn, yaxşıca, qaraca və s. Uşaqlar onu da qeyd edeyim ki, balaca adi dərəcədədir. Adi dərəcədə olan sifətlərin əvvəlinə lap, daha, ən, tün, düm hissəciklərini artırmaqla da çoxaltma dərəcəsini yaratmaq olar. Məsələn, ən balaca, dümağ, tünd göy və s. Uşaqlar bunu da deyim ki, bəzən isimlər sifətlə işlələrək azaltma və ya çoxaltma dərəcəsinə oxşayır. Amma bu cür sözlər azaltma və ya çoxaltma dərəcəsi hesab edilmir. Məsələn, açıq göy, tünd rəng və s. Bunu da diqqətinizə çatdırım ki, ala, açıq, tünd sözləri ilə düzələn sifətlər defislə yazılır. İndi gəlin sualımıza keçək. Bir hansı cümlədə altından xətt çəkilmiş sifət müqayisə dərəcəsinə görə digərlərindən fərqlənir? Baxaq. Leyla təptəzə gəlincini rəfiqəsinə göstərir. Təptəzə. Bu çoxaltma dərəcəsidir. Dağın yamatları yamyaşıl örtüyə bürünmüşdü. Yamyaşıl çoxaltma dərəcəsidir. Əlləri qapqara idi. Qapqara çoxaltma dərəcəsidir. Divardan uzun sol tablolar asılmışdı. Bu hansı dərəcədir? Bu uzun sol azaltma dərəcəsi olduğuna görə cavabımız D variantı olmuş olacaq. Çünki digərləri çoxaltma dərəcəsi, D variantı isə azaltma dərəcəsi olmuş olacaq. Hələlik.